Hansı belə qamış yeyən gəlib, mən qamışı ondan tez yeyirdim. Prosta mənə çox maraqlıdır ki, Napoli niyə özünü zırır? Məndən moderator çıxmaz da, brat. Sabah ümumiyyətlə süpürüb də Qarabağı. Gəlib özün çəkərsən. Mən getdim məsələn. Mənə bir dənə mıx zaşdik lazımdır. Konya de Winter yox. Deklarasiya aparır, imkan vermirlər. Kim deyirsə Frimpong belə qaqa partladacaq zət. Allah'ın da olsun deklarasiya imkan vermirlər. Azarkeşlər deyəndə belə gözü yaşlı zət. Sonra uduzmayacaq. Larentə də start. 60 neçə dəqiqə oynadı. Sevin, sevilin. Sağ olun. Necəsiz dostlar? Normal, sən nə deyirsən? Elçini elədim buradan. Elçin torbasının Bundan sonra mənəm. Başqa söz deyəcəkdim, prosta Zomalı deyəmirəm. buralar mənli idi. Uje kamera arkasında oturacaq. Bu mənə qarşı nə cındırlıqdır ki belə. Kamera arkasında götürün belə üzünü döndərim. Ondan sonra abratlı qoyan varsa da Niyə burada. qoyamıram? Ələkbər belə oturacaq bundan sonra. Neyiniz uşaqlar? Nətər Don't oldu? mess with. Kamera. Necə həftə keçdi? Yavaş Həftə gəl. necə həftə keçdi? Məndən moderator çıxmaz 100% olmaz. Burada nə verir baş? Burada nə verir baş? Onsuz bir həftə fasilə vermişdik, Ərtəm Şənar gəlmişdi deyə və qeyd eləyək ki, bu ilin ən sonuncu Qərb Ekspresidir. Onun üçün biraz İndi bağlı. İndidən niyə bizi çərçivəyə salırsan? Bu ilin sonu nə bilim nə zırt-pırt. Olmadı ki. Gəlib özün çəkərsən. Mən getdim məsələn. Gəlib özün çəkərsən. özün çəkərsən biz Bu tərcümə burada, edəcəyik. sən burada. Bu qədər burada olmayacaq. Başlayaq 2 həftənin oyunları var. Çox oyunlara girməyəcəm. Konkret suallar üstündən gedəcəm, amma siz oyunlar haqqında danışarsınız. Başlayaq Premyer Liqadan. Başlayaq Premyer Liqadan və liderdən. Çox gözlənilməz oldu. Premyer Liqadan başlayırıq. Wow. Deməli, Birinci dəfədir. tema nədir? Wolverhampton oyunundan sonra mətbuat Arteta'ya sual verdi ki, Gyökeres hələ də qol orucundaydı çünki. Gyökeresdən növbəti ildə nə gözləyirsiniz? Gyökeres sizi çempionluğa apara biləcək adam olacaqmı? Gyökeres çıxdı Everton oyununda gol vurdu. Penaltidən vurdu, bəli. Və Penaltini kim qazandı? Kim idi bu? Deklan. Və mən sual vermək istəyirəm ki, sizcə Viktor Gyökeres Arsenalı çempionluğa apara biləcək hücumçudurmu? Arsenalı çempionluğa heç kəs apara bilməyəcək. Deklarasiya aparır, imkan vermirlər. Allah'ın da olsun deklarasiya imkan vermirlər. Bax bu bir dayaq yarım müdafiəçi artıq nə etməlidir? Fantasy'də ən çox Hər- hal yığanlardan biri. Hər oyun play-off maç olur. Hər oyun. Fantasy'də Arsenalda ondan çox hal yığan Var, kimdir? Timber'di bir dənə deyəsən. Hə, Timber'dir. Da müdafiədə də heç hal 0-0 qalsa clean sheet 6 xal sənə gəlir. Timber'in səhv bir oyunu var idi, 2 gol, 2 assist eləmişdi. Yəqin ki, o oyuna görədən O çox. var, hə. Prosta clean sheet söhbəti var da orada. Amma belə deklarasiya Çempionlar Liqasında ən yaxşı oyunçu deklarasiya olur hər dəfə Arsenal oyunda. Yəni Wolverhampton oyunda yəni mən şeyə baxdım, mən goldan sonra baxdım. Yəni gol vurdular, sonra yandırdım. Deklarasiya baxıram, Kokoş niyə eləyir bura? Yəni West Ham klubun tarixini satdı da elə bil də. Yəni nə oldusa West Ham deklarasiyadan sonra oldu da. Yəni satdıq Arsenal, Arsenal da istifadə edə bilmir. West Hamda qalsaydı neyinci idi yaxşı? O qalsın axıra kimi bura. Neyinci idi sən canım? Altıncı yer tutub, O belə Avropa dansa Liqadan indi gəldi. West Hamda qalsaydı titullar qazanacaqdı. Bəlkə də hardan bilirsən? Arsenalda Deklarasiya ətrafında komanda qurmaq. Pis fikirdir bura. Bowen'in var, Paketan var. Alım Get verdim. yığdıq, get Paketa komanda sən yığ. paketa. Paketa neyinci sən canım? Əgər bir insanı Pep Guardiola almaq istəyirsə, deməli bu yaxşı futbolçudur. Vəsə. Paketanı? Əlbəttə. 100 milyon verirlər Paketə. TG-ni aldılar da, bəsdir. Kim verirdilər yoxsa Verirdilər 100 milyon. O skandal çıxmayana qədər. tupoydular da Bəs satardılar. növbəti bir sual. İndi özüdür birisi də Gabriel Jesus da zədədən qayıdıb 2 oyunda oynayır ki, normalda Arteta'nın Arsenala gətirdiyi sistemin, hansı ki Pep Guardiola City'də oynayırdı, onun əsas parçalarından biri o false nine oynayan False nine oynamaq. Gabriel Jesus idi. Gabriel Jesus'un qayıtması heç olmasa biraz trigger eləyər sizcə Gyökeres'i? Çünki istəyirsə Gyökeres'in statistikasını oxuyumsa 15 oyun oynayıb bu il Arsenal'la forması ilə. Bunun 12'si startdı. Adamın oyun başına gol atma göstəricisi 0.3'dür. Və gol tezliyi 205 dəqiqədir. Hər 205 dəqiqə bir gol. Qəşəngdir də. 2 oyun 20 5 gol, 5 böyük gol şansı qaçırtma indiyə kimi statistikası 0 assist. Amma çox azdır görsən gol qaçırtma söhbəti, çox azdır. Onda Asist azdır. Cəmi 5. Vapsi yoxdur. Niyə görə? Çünki şans olmur Gyökeresdə. Gyökeres üzərində ümumiyyətlə oyun qurulmur. Artıq da hücumçularla mən Qapalı oyundur ümumiyyətlə. Yox, ümumiyyətlə burada yəni Pepe götürsə, Arteta'nı götürsə, həmin o Luis Enrique'ni də götürsə, bu məktəbin yetirmələri hücumçularla futbol oynaya bilmirlər. Haaland'ı boş burax, Haaland'ı gördü axırda yəni ki, Allah bunu gətirdi. Qardaşım, Haaland Lüboy komandada oynayar. Haaland'ı Neftçiyə gətirir, 80 dənə gol vuracaq. Abbakar var bura, lazım. Kimdir Haaland'ı yəni? Yəni Haaland elə hücumçudur ki, o Lüboy yerdə gol vurur. Yəni ona görə Pep Guardiola Haaland'ı dəyişmədi. Toxunuşu yoxdur Haaland üstündə. Haaland necə oynayırdı, elə də oynayır. Haaland öz axarı ilə gedir.
Pep Guardiola'nın toxunuşları, misal üçün Çerkidə biz görürük indi, Rangers'da görəcək, Marmuşda görəcək, necə ki Bernardo Silva'da görmüşdük. Yəni eyni götürək Kun Agüero'nu. Kun Agüero Pep'dən qabaqda 20 vururdu, Pep'lə bir yerdə 20 vurdu. Yəni heç nə dəyişmədi də. Eyni də Luis Enrique. Luis Enrique görmədən PSG-də. Gonzalo Ramos zamanında oturur. Bəli, O- 60 milyon pul verib 30 Yəni- milyon. Mən o deyəcəm. Hücumun mərkəzində kimlər oynamadı da? Hamı Bu oynayırdı yetim da. zamanında qal. Akademiyadan 17 yaşlı qaqaş gəlir. Mayulu. Çünki Pablo Ay, sağ ol. yumurta. Çünki pomidor yumurta gəlir, yenə oynayır. Çünki Gonzalo Ramos 9 nömrədə durur, oturur gözləyir. Yəni Luis Enrique o lazım deyil, Pep Guardiola o lazım deyil. Məsəl üçün ən əlverişli hücumçulardan biri məncə bu sistem üçün. Gyökeres okeydə indi 9 nömrədə artıq bilmir nəsə. Alvarez olardı. O vaxtında Alvarez. False-dan Gabriel oynaya Jesus bilərdi. da çox əlverişlidir əslində onun sistemi üçün. Sadəcə Bəli, Gabriel Jesus false-dan oynaya bilər. formada olmur, brat. Yəni Gabriel Jesus 5 oyun oynayır, 15 oyun Stabil oynamır. Stabil deyil. Zədələr də var, falan da var. Yəni ona belə hücumçu lazımdır. Gyökeres mən də düşünürdüm ki, Gyökeres gəlsə nəsə eləyər, öz bacarıqları Artıq var. olmasa bəlkə eləyər. Artıq olmasa bəlkə eləyər, amma Gyökeresin öz bacarıqları sadəcə bax bir dənə nüans var. Bax Haaland da Pep Guardiola şans yaradır ki, qaqaş sən 9 nömrəsən, bu ştrafını ödə, sən orada nə istəyirsən elə. İstən sağa çəkil, sola çəkil. Amma Gyökeresə hələ ki artıq ona çatmayıb ki, yəni mən Gyökeresə azadlıq vereyim, Gyökeres harda istəsə oynasın. Bəlkə də Gyökeresdə o ağıl yoxdur ki, mən Amma oyunu analiz edib bilim harda oynayanda, olur. bax Sportingdə oynayanda, yəni yadınızda yoxsa, o həm iki hücumçu ilə oynaya bilirdi, həm tək. Yəni özü. Sırf hücumçudur bura. Sırf Yəni hücumçu. ikili Çox hücumda şey da var oynaya idi. bilirdi. Çox belə problem var həmişə. Məsələn, hansı oyunçu gəlir top 5 liqadan yox. Nisbətən aşağı Aşağı səviyyə liqa. liqadan. Yəni Portuqaliyada sən Sportingdə okeydə, sənin 2 dənə cəmi rəqibin var. Benfica, Porto. Başqa heç kim Amma yoxdur. City-də qol Sən vurur. oynayırsan, sən 30 neçə qol zad vurursan, məsələn, vurursan kimə qarşı? Tandela, Casapia, Santa Ya başa Clara. düşdüm, Çempionlar Liqasında qol vurdu axı. Çempionlar City'yə də Liqası- vurmuşdu. Bəli, vurmuşdu. Mən heç nə demirəm. Təkli oyunlarda nəsə eləyirdi. Amma yəni indi səviyyə fərqi var da. Sən indi Arsenaldasan, top klublara qarşı oynayırsan, yanaşma tərzi fərqli, müdafiə Yo, 100%, fərqli, 100%. stil fərqli. Yəni ona görə də çətinlikdir də. Yo, mən nədən yapışdım bas? Elçindir ki, cəmi 5 şans qaçırıb. Yəni bu Azdır da. 45 şans Forward qaçırsaydı üçün bizdədir azdır. ki, forward zəifdir. Cavani 27 şans qaçmışdı bir Top də. çatmır da ona. Problem odur. Top ona çatmır. Yəni Gyökeresin üzərindən oyun getmir. Və o sən dediyin ki, məsəl üçün Portuqaliya çempionatı, indi mən əlbəttə ki, Almaniya çempionatı, Portuqaliya çempionatı ilə üz-üzə qoymuram. Səviyyə fərqi orada da var. Amma iki ilə Voltoma da göstərdilər ki, yəni yaxşı. Bəli. Məşqçi bunlara güvənirsə, indi Yaxşı sən çempionatdan hücumçusan. gəliblər də. Yaxşı çempionatdan Bildim, gəliblər. amma yenə neçədən Alman gəlib nəsə eləyirdi də Premier League. Məsələn, Virsdə hələ də alınmır da. O Amma Firmino Ekitik, eləyirdi. hə, Ekitik ilə bir də şeydə Voltoma srazu gəldi qollar vurmamışdı da. Öz qapısına da babat vurur. Öz qapısına da öz çox qapısıdır. Çox Özü babat kimə vurur. saldı? Derbidə özdə. Eddie Howe yəni prosto sadəcə space verir də. Deyir ki, mən sənə məkan verirəm, sən nə istəyirsən burada elə də. Bu artıqdan problem budur. Artıq da sadəcə Sistem, yenə də robot kimi. Hə, o çeyni qurub zəncirvarini və ora elə bir Gyökeresi soxa bilmirik. Bunu soxmaq lazım deyil buna. Gyökeres prosto space-də qalsın, necə ki Haaland qalır. Baxırsan ki, Çerki ilə zət paslaşırlar. Haaland prosto özü üçün gəzir, moment akulu kimi. Moment axtarır. Hop top gəldi, mən vuracam indi qolu. O ikinci vurdu qol elədi, vurdu, qaytardı bir Ay dənə. sağ ol. Ancaq belə bu sistemdə, İspan sistemində hücumçu ancaq belə işləyir. Niyə görə məsələn Morata da tam olaraq alınmır İspaniya millisində ümumiyyətlə falan, amma David Villa da rahat idi, Fernando Torres rahat idi. Çünki onlar boş buraxırdılar. Çünki Morata boynu Villa yenə də Morata qol bu sistemdə belə bir çıxmasın. Daşı da qoysan, daşa top dəyib qapıya girəcək də. Sizcə mövsümün geri qalan hissəsində Viktor Gyökeres bütün turnirlərə daxil olmaqla neçə qol vurar? Gyökeres neçə qol vurub? 5 qol vurub. 5 dənə vurub, bir 5 dənə də vurar da 10. Mən mövsümün İki əvvəlində dənə 20 də- qol proqnoz eləmişdim də. Elə şey yoxdur. Yox, penallar çox olsa, komanda onun penaltisi Bax olur. Calvert-Lewin 5 Saka oyuna vurdu, 6 dənə hə, qol vurdu indi. Bax neçə oyundur? Calvert-Lewin 5 oyuna 6 dənə qol vurdu. City, Liverpool, Crystal Palace. Maşallah Leeds hər oyunda Rəqiblərinə- 4 dənə vurur, 3 dənə buraxırsa da orada. Rəqiblərinə baxamam. Thiago 11 vurub. Thiago 11 vurub, Gyökeres 5. Burada yəni Gyökeres yenə də mən problem görmürəm. Gyökeres nə qədər qol vuracaq? Denən, 12 prosta. dənə. 10, 10-12 12. maksimum. mən də 15. Keçək Manchester City. Növbəti 2 turda Manchester City 3 dənə Palace vurdu səfərdə, 3 dənə də müəllimin West Ham-ə vurdu. Amma mətbuatda belə bir xəbər çıxmış ki, çünki Fabrizio Romano və digər güvənilir mənbələr də bu xəbəri tirajlayırdılar. Mövsüm sonunda Pep Guardiola Manchester City-dən ayrıla bilər və Manchester City rəhbərliyi Pep Guardiolanın yerinə namizəd axtarır. Sizə sual belədir. Pep Guardiola
üçün bu sezon son sezon olsa ona bir əlavə motivasiya ola bilər çempionluq olmaq üçün və ya çempionluq yarışında? 100%. Çempion edirəm, geyirəm. Juventusa. Çempion olmaq və getmək istəsəydi çoxdan gedərdi. Yəni məncə Pepin yəni hansı ekstra bir motivasiya İngiltərə çempionatında məncə olmayacaq. Yəni ona məncə əsas Çempionlar Liqasıdır. Onu utsa, yəni City-nin belə deyək də 3-cü finalı olacaqdır Pepin vaxtında və ikinci qələbəsi olsa, o vaxt pikdə keçib gələcəkdi. Çünki İngiltərə çempionatı ard-arda 4 dəfə udan şəxsdir. Bunun üçün yəni məncə bu dəqiqə Çempionlar Liqasını udmaq daha prestijli sayılmalıdır, nəinki Premier Liqanı. Doğrudan 3 final atsın, 2-sini Məncə atsın. bu başı utkadır da Ruslar demişkən, yəni mən inanmıram bu xəbərə. Papa Carlo. Pep indi elə komanda qurub ki, yəni çox pik komandadır. Yəni Çelkini mən məsəl üçün mövsümün əvvəlində demişdim ki, qorxuram ki Pep Guardiola Çelkidən robot eləyəcək də. Yəni həmişəki kimi də eləyirdi axı. Amma yox, Çelkiyə baxsan Çelki elə asfarda futbol oynayır. Nə istəyir eləyirdi Çelkidə. West Ham'ın oyunda qabağında Skarls durub, topu götürüb çiliyib Skarlsın üstünə atıb. Bu elə şey var belə. Mən City-nin demək olar ki, bütün oyunlara baxmağa çalışıram. Çünki Foden'la Çelki çox dəhşətdir. Pik formadadılar da. Mən çoxdan da belə pik formada oyunçuları görməmişəm. Bu söhbət bir atrezikdən gelir də. Yəni bir kalendar, nə bir aydan gelirsə. Yəni məncə Pep'ə görə getməyəcək. Çünki mən proqnozum özünü tapır yavaş-yavaş. Mən necə ki demişdim, keçən mövsüm Pep'lə mırtdaşırdınız burada. Mən dedim ki, darıxmayın. Pep komanda yığır. Bu O'Reilly'lər zat gəlib İngiltərəni qayıracaqlar. Yəni zaten Pep necə həmişə qayırırdı İngiltərəni, eyni ildə qayıracaq. Yenə də mən fikirləşirəm ki, City çempion olacaq. Çox güman ki, yəni Arsenal bu təzyiqə dözməyəcək. Çünki artıq dözmür. 1-0, 2-1 Wolverhampton 2 avtogol vurub Wolverhampton'ı bu dubla. 2 dənə Arsenal oyunda gol vurmur. Axırıncı dəqiqələrdə. Hə, 2 dənə avtogol. O da qıl-qıl. 90+4, 90+4. Typical Arteta. Yəni çempion olsa da heç yerə getməyəcək məncə. Olmasa da heç yerə getməyəcək. Mən belə düşünürəm. Bu sualı Pepin özünə verirlər ki, onsuz da Pepin belə trükləri var da, psixoloji manevrlar eləyir və cavab verir ki, Manchester City klubu növbəti məşqçi üçün hazırlıqlı olmalıdır. Mən qəribə adamam, bəlkə də bir gün sabah durdum, dedim ki, okey, öpürəm, mən gedirəm. Buna hazırlıqlı olmalıdır Manchester City klubu deyib Pep özü. Bir əlavə eləyim. Aha. Yalnız həyat yoldaşı ilə barışsa, ancaq o şeydə gedə bilər. Barselonaya. Barcelona. Çünki növbət yenə həmin mətbuat konfransında deyib ki, tətili Barselonada keçirəcəm. Barselona üçün və Barselona İspan mətbəxində, Barselona mətbəxi üçün darıxmışam. Sizə də məsləhət görərəm, həmin mətbəxin yeməklərini yeyəsiz. Növbəti bir sual. Əgər Pep getsə, what if? Növbəti məşqçisi kim olmalıdır? Çünki mətbuatda Mareska'nın adı keçir ki, Mikel Arteta. O nə Maresco? Pepin tələbələrindən Kompani. Arteta. Niyə də yox? Kompani də ola bilər ha. Artı da yox, ki də Kompani. Cavanlardan İraola məsələn, İraola ola bilər, amma Kompani niyə Bavariyadan getsin City? Bavariyadasın da sən. Nəyə gedəsən City? Nə bilim, istəyər gedər. Ola Çempionlar Liqasında biraz uğursuz olsa, udmasa, uğursuz deyəndə udmasa, məncə təklif gəlsə gedər Cityyə. mövsüm sonunda boşa çıxacaq baş məşqçilərdən biri də Crystal Palace'ın baş məşqçisi Oliver Glasnerdir. Glasner məncə tipik ortabab Liverpool məşqçisidir. Yox, tipik ortabab klubların yaxşı Una Emery fason. Gasperini fason deyək. Belə, yəni Cityyə gəlsə, məncə alındıra bilməz. Cityyə yox. Glasner'in yeri tam olaraq Liverpooldadır. Əyninədir də Liverpoolda. 3-4-3 kef elə. Bax Glasner'in yeri bax budur. Okay. Yəni bu xiyar slot şeyləri yığıb 3-4-3 üçün futbolçular yığıb amma 4-3-3 oynayır, 4-5-1 oynayır. Bu 3-4-3-ü oynaya bilmir nədənsə. 3-4-3 Allah bazar versin. Yəni Glasner'ın yeri bildiyin Liverpooldur bura. Keçək çempionluq yarışındakı növbəti namizədə. Aston Villa bütün turnirlər daxil olmaqla ardıcıl 10 oyundur qələbə qazanır və bu son 2 turda səfərdə West Ham 3-2 qalib gəldilər. Evdə də Manchester United qalib gəldilər. Sual belədir. Sizcə Aston Villa bu yarışa nə qədər davam gətirə biləcək? City və Arsenal'la. İlk 6 oyuna 1 qələbəsi vardı Aston Villa'nın. Sonraki 10 oyuna 9 qələbəsi var. Çox pis başlamışlar. Çempionlar Liqasından gedir. Bu dəqiqədə 3-cü yerdədirlər. 35-36 xalları var. 36 xalla 3-cü yerdədirlər. City ilə 1 xal, Arsenal'la da 3 xal fərqləri var. Ya o komandalar həmişə biraz gəlib qayıdırlar. 3 dənə oyunu var indi. Növbəti oyunları bəli. Chelsea, Çətin oyunu, səfər özü. Arsenal 31 dekabr Arsenal'ın oyunu var.
Manchester United oynadılar. Manchester Yutdular. Udublar. Sən Arsenal bir dənə podnoşka verəcək olar. 2 oyun. Deməli, istəyirsiniz tarixlərini oxuyum. 27 dekabrda səfərdə Chelsea ilə oynayırlar. 31 dekabrda səfərdə Arsenal ilə oynayırlar. Səfərdə? O da. Səfərdə Emirates-də. 3 yanvarda da oynayırlar Nottingham Forest-lə evdə. Nottingham udallar. Amma Mən deməzdim bura. Arsenal'la Chelsea udallar. Arsenal udallar. məncə əksinə amma Chelsea-lə hal itirərlər, Arsenal-la dirəşmə olar. Chelsea xal, yəni bir xal. Mən Məncə Chelsea heç bir heç xal olacaq. görürəm. Yəni Chelsea bir xal götürsələr, Neçəyə? hətta Arsenal'la belə bir xal götürsələr, siz çempion olacaqdı. Yəni mənim proqnozum düz gələcək. Bu Sənin arada proqnozun mənim proqnozum idi. Sən Sən də demişdin, mən də demişdim. Sən bu arada Arsenal. Arsenalın Premier Liqada məğlub olduğu son rəqib deyil Aston Villa. Aston Villa'da. Gözəl. Üstə misal üçün də indi Unai Emery çox belə qəribə məşqçidir. O həmişə bir futbolçu, hansı Trener futbolçunu sevir və o oyunçudan çox asılı olur. Misal üçün bu Rodgers idi. Morgan Rodgers mövsümün əvvəlində zədəli idi deyə hamıya uduzurdular da dalbadal. Morgan Rodgers qayıdan ki, Morgan Rodgers indi pik formadadır. 2 dənə oyunda dalbadal dubl. Özdə necə qol vurur? Özdə necə dubullar elədi. Yəni mən Unai Emery inanmıram ki, çempion olacaq. Amma yəni 3-cü yer Çempionlar Liqası, bəlkə də 2-ci yer ola bilər tam olaraq. Okey. Zədələr olmasa. İlk 4-düdür, hə. Morgan Rodgers zədə alsa, McGinn zədə alsa. Watkins. Ya Watkins Watkins lazım sonra. deyil. Watkins. Hə. Keçək onda ilk 4-ün 2 təmsilçisinə belə deyək. Salah xaosundan sonra Liverpool Çempionlar Liqasının Interə qalib gəldi. Premier Liqada Brighton evdə 2-0 qalib gəldi. Tottenham'da 2-1 səfərdə qalib gəldi. Belə göründü ki, 9 nəfər. Salahla Datnaşe ilə düzəltdilər ki, çünki Brighton oyuna çıxdı, assist elədi, getdi Millətlər Liqasına, Millətlər Kubokuna. İndi sualım belədir. Sizcə bu iki klubdan, yəni Chelsea və Liverpooldan söhbət gedir. Hansı öz yerini ilk 4-də garantiləyib çempionluq yarışına qoşulacaq? Məncə Chelsea. Bir mənalı olaraq. Görsənir ki, Chelsea. Chelsea 3 var. Yəni Liverpool, yəni o demək indi Nalama Tottenham vuracaqlar oldu. yəni. Amma Tottenham azlıqda qalan Tottenham hələ şans var idi 2-2 Bəli, eləsin. 9 Richarlison nəfər vura gözlə. bilər. Ümumiyyətlə yəni 9 nəfər olan komanda sən Liverpoolsan da. Yəni sən nə gündəsən ki, hələ şans imkan versən ki. Son 10 dəqiqə Tottenham Yəni konkret sən nə gündəsən də ki, 9 nəfərin olan pit səndən də bərbad gündə olan komanda səni sıxır. Yəni bir abırçılıq. Məncə klası biraz yüksək olan digər komanda olsa bəlkə orada yaxşı formada deyil də bura. Chelsea gah oynayır, gah Chelsea oynamır. fikir versən 5 oyun normal oynayır, 5 oyun pis oynayır, 5 oyun normal oynayır, 5 oyun Necə belə. deyə bilərsən ki, 4-cü yerdə onlar 4-cü yerdə olacaqlar. Və Liverpool də xod yığıb. Belə heç kim neçə oyunda Liverpool Xod uduzmur. desən buna sən, hə? Uduzmur da fakt olaraq neçə oyundur. Çempion liqada uduzmur. Və indi xod qışdan sonra yenə də misal üçün Salah yoxdur da. Yəni slotun arzusu yerinə yetirildi. Salah yoxdur, rahat öz oyununu oynaya bilər, Virtsi nəsə eləyə bilər. Eləyə bilsə, Virts də assistlə yadda qaldı. eləyə bilsə məncə yəni Isak da yavaş-yavaş formaya qayıdır. Yavaş-yavaş Qayıdırdı yaxşı. Getdi. Bu arada Frimpong da həmin oyunda meydana daxil olub, sonradan zədələnmiş. Və gördüm çox möhtəşəm bir oyunu var idi. Frimpong'un orada bir moment var idi, sağdan qaçırdı, indi bir dənə riski topu atdı, qabağa keçdi, hop, top out'a getdi. Bu da sizin Frimpongovuz. Kim deyirsə Frimpong belə qaqa partladacaq zət. O kim ki hazırdır birinci, ikinci turdan sonra. Vay sizə səslənirəm. Nə oldu ha? Frimpong hardadır? Frimpong həqiqətən hallıdır da qardaş. Deməli Chelsea-nin növbəti Gözdən lezvəni açıblar ya. Chelsea-nin növbəti Premier Liqadakı 3 oyununu oxuyuram. 27 dekabrda evdə Aston Villa ilə oynayır. 30 dekabrda evdə Bournemouth-dan oynayır. 4 yanvarda da səfərdə Manchester City. Hamısında xal itirəcək. Abi babat oyunlar olacaq öz aramızda. Çox çətindir. Bournemouth Bir dənə Liverpool'un kalendarını dinlə. Liverpool'un kalendarı Chelsea-dən çox rahatdır. Deməli 27 dekabrda evdə Wolves-dan oynayırlar. 1 yanvarda evdə Leeds-dən oynayırlar. 4 yanvarda da səfərdə Fulham-dan oynayırlar. 3 xal. Burada yəni 9 eləməsi Burada loklar. eləmək lazımdır. Chelsea getdi də burada avtomatik. Avtomatik Liverpool gündədir də. Liverpool ən çətin 11 kim olacaq Leeds-lə görərsən. Evdə oynayır. Səfərdə olsa deyərdim. Olsun evdə. Dirəşmə olacaq. Yox, zaten bütün oyunlarda dirəşmə olacaq. Liverpool elə ki heç kimi rahat ola Yox, bilmir. Wolves-u da alırlar spaklayla. Çox maraqlıdır ki, yəni Wolverhamptona baxırsan. Normal oyun oynayırlar. Normal futbol oynayırlar. Wolverhampton, West Ham'a baxsan, valla City bizə 3 dənə top vurdu. Valla 3 top olmamalıdır. Yəni prosta müdafiə işləri yox. Müdafiə işləri çurbandır da burada. Jean-Claire Todibo. Valla 2 dənə gol, Haalandın 2 qolu və Renderson qolu. Bax Fernandes
Fernandes müdafiədən çıxırlar, gedir 5 nəfər aldatmaq istəyir, topu çıxartmaq istəyir. Paket ver qoşdu, hara aldadırsan cəmaatı? Çelki topu götürdü, sırası kontrada vurdular da. Yəni belə gic-gic səhvlərə görə, yəni Wolverhampton'da müdafiədə çox zəif, çox bərbad səhvlər olur. Yəni adam desin ki, bunlar oynaya bilmirlər, topu daşıya bilmirlər qabağa, yox daşıyırlar axı. Amma heç də eləyir, penaltini də vura bilmirlər, bura. Yadırğıyıblar hepsi. Nə bileyim, bura. Çox maraqlı sezondur Premier Liqada. Bu arada mətbuatda da Mareskanın vəziyyətinin Chelsea-də yaxşı olmadığı söhbətlər gedir. Hətta Chelsea rəhbərliyi Mareskan gedəcək halda Gareth Southgate-i yeni məşqçi olaraq gətirmək Chelsea-yə. Buna da bir haşiyə olaraq. Lampard'ı gətirmək lazımdır yenidə. Lampard yəni Coventry-da bir möhtəşəm bir Championship-da Lampard həmişə bombadır. Lampard gördün mü? Dava edirdi Southampton oyunçuları ilə. Keçək La Ligaya və lider Barselonaya. Barselona 2 oyunda 2-0'lıq qələbə qazandı və 2 oyuna vurulan 4 qolun 3 qolu Rafinha'nın adına yazılıb. Rafinha qayıdandan sonra Barselona həm toparlandı, həm liderlik taxtına yüksəldi. Elə bil Rafinha'nın oyuna verdiyi güvən Barselona futbolçularının da daha rahat oynaması. Yamal kimi bambul deyil ki. Təmin eləyir. Sual belədir. Sizcə Barselona bu mövsüm əsas main fokusunu Yamaldan alıb Rafinha'ya versə, həm La Ligada, həm də Çempionlar Liqasında uğur əldə edə bilərmi? Laminin özünə də bu xeyir eləyə bilər. Xeyr, doğrudan deyirəm. Atasına da böyle. Çünki brat, məncə artıq Flick bu fokusu yönləndirib Rafinha üstünə. Çünki son oyunlarda baxıram ki, yəni ancaq hər şey Rafinha üzərində qurulub. Çünki ya Rafinhasız oynadı, gördük ki, alınmır məndə Rafinhasız. Bu Yamal'la Angava ilə alınmır. Ancaq gərək Rafinha üzərində oyun qurum. Və mən hansısa verilişdə demişdim də, yəni mən həmişə fikirləşirdim, Yamal'dır Barcelona'nın uğuru yoxsa Rafinha'dır. İndi Flick'i qoyuram kənarda, əlbəttə ki, Flick'dir bu Barcelona'nın uğuru. Rafinha'sız oyunlar göstərdi ki, yəni Rafinha bu Barcelona'nın uğurudur. Bu arada qapıçını da qeyd eləmək lazımdır. Yəni Joan Garcia yəni olmazın sevgilərini elədi. Adamın qırmızı kart da aldı da Villarreal. Tez aldı. Amma yəni maraqlı oyun gözləyirdim, elədilər. Dəhşət yəni sevgilər elədi adam. Dəhşət. Və onun bir dənə vurğulayaq, həmişə qapıçıya qırağa qoyursunuz. Barcelona ilə bağlı son bir sual. Özünüz bilirsiniz ki, Lewandowski onsuz da ağız aşağı gedir karyerası. Rashford istəniləni verə bilmədi Barcelona'da ən azından. Belə bir sual gəzirdi mətbuatda və sosial mediada ki, Barcelona həm La Liga çempionu, həm də Çempionlar Liqası çempionu olmaq üçün yaxşı vəziyyətdə olan bir 9 nömrə transfer eləməlidirmi? Julian Alvarez. Mən də hara gəldi onu soxuram da. Santiago Jimenez. Julian Alvarez. O uzanmışdı belə. Çünki bu sistemə o yaraşır. Ya da pozisyondan kimsə ala bilərlər də. Şey var, yaxşı var senin Nkunku. Adrian, Nkunku zordur. Yaraşır əsələ. Mayo falan, belə bu tipli. Nkunku, Mayo. Zarafat eləmirəm, bu tipli oyunçular var. Zemin Zitabza. Yəni məncə 9 nömrə, düzdür, yaxşı 9 nömrə, nə qədər yaxşı 9 nömrə var? Emrəli var. Boşda da hal-hazır. Victor Osimhen var. Keçək Real Madridə. 15 dekabrda Alavezə səfərdə 2-1 qalib gəldi Real. Evdə də 21 dekabrda Sevilla'nı utdu. Hər iki oyunda da Mbappe gol vurdu. Helal olsun. Amma burada tema nədir? Manchester City oyununda da biz Rodrigo'nu əsas heyətdə gördük. Gol vurdu. Alavez oyununda da Rodrigo oyundaydı, gol vurdu. Sevilla oyununda da start o bizim Ancelotti dövründən alışdığımız klassik heyətdə wingerlər olaraq meydandaydı. Mbappe'si də həmçinin. Sual belədir. Mövsümün əvvəlində heyətdə istənilmədiyi yazılan Vinicius və Rodrigo'nun heyətə qayıtması belə bir təəssürat doğura bilərmi ki, Xabi Alonso Perezin qabağından yedi və öz oyunundan vaz keçib qayıtdı klassik Real oyununa. Instagramda formasız adı dəyişib, Brazilian forması şəklini qoyub, yəni Real'ın olan şəkillərin zadı, şəkil profilini çıxardıb ki, mənim zamanı xoşuma gəlmədi zat. Okay da, you can fuck yourself da nətər deyərdim. Amma Rodrigo'ya halaldır. Rodrigo dözdü. Bu da bir səncə zadni söhbəti deyil. Məncə Vinicius'u göstərib bu sistemdən biraz çıxmaq istədi Xabi Alonso. Zaten Rodrigo əvvəlindən sol cinah yəni müdafiəçidir. Yəni məcburən sağda oynayırdı ki, çünki Vinicius ondan daha çox fayda gətirirdi solda. Amma Xabi Alonso tam olaraq yəni gəlib Vinicius'u qova bilmirdi. Mən gözlüydüm ki, əslində. Yadınızdadır, mən dedim ki, rahat Ərəbistana pulunu göndərmək olardı. Oydu Ərəbistan. 1 milyard. 1 milyard, 1 milyard özü də xoşbəxtdir. Favelalar da xoşbəxtdir. Xabi Alonso da xoşbəxtdir.
Sadəcə bunu etmədi və onu saxladı. Düzdür, Vinicius bəzi oyunlarda çox ayaq klass göstərdi. Çünki bu Favela 2-dən Lamborghini. Hə, çünki bu Viniciusdur. Allah kəs. Amma ümumi Birisi olaraq Braziliya məncə şokda. sistem üçün Rodrigo daha uyğun futbolçudur. Ümumiyyətlə Rodrigo Sistem daha üçün. yaxşı futbolçudur. Sistem çünki Rodrigo daha ağıllı. Daha yaxşı futbolçudur. insandır 100%. O Ola da bilər. olabilir. Çünki gördün neçə yarım il zamanda oturub insan. Onu son oyunda City oyuna buraxıblar. Gol vurub gəlib. Salah olsaydı nə edərdi? Salah olsaydı hansı Salah? Fiorentinadan təzə Yox. gələn Salah Hə, olsaydı mən də gözləyərdi onu o da. İndiki Salah. İndiki Salah deyir İndiki Salah özü sistem futbolçusudur. Burada ona Salah elə futbolçudur ki, ona biraz boşluq verirsə bilmir. Salah ona. Və Salah qabağında 30 metrə boşluq gördü ki, oy boyla, mən nə edeyim burada? bizə belə şey deyər. Amma qabağında kimsə varsa yadına düşür ki, mənə klub demişdi ki, buradan sağa gəl, buradan sola gəl, buradan sola gəl. Konspektdən işləyir. Konspektdən işləyən oyunçudur. Ümumiyyətlə sistem futbolçular belədir. Konspektdən işləyən futbolçulardır bura. Və mən tam ciddiyyətlə deyirəm ki, məsələn Xavi, hətta mənim ən sevdiyim futbolçulardan biri Iniesta olaraq mən həqiqətən fərqli komanda görmək istəyirəm. Məsəl üçün Ancelotti'nin komandasını görmək istəyirdim ki, Ancelotti demir sən hara gəl. Ancelotti deyir ki, qaqaş oyna. Çıxın oynayın taktikasını. Görüm nə edəcək. Çox maraqlı olardı mənim üçün də. Yəni bu futbolçular nə edəcəkdi. Məsələn Modric biz gördük ki, Modric boy sistemdən nəsə eləyə bilir. Yəni Busquets-ə dəymirəm çünki Busquets zaten yəni dayaq yanı müdafiəçidir. O Luboy sistemdə eyni funksiyanı yerinə yetirir də. Amma bu sistemdə yəni məsəl üçün kontratak sistemdə Iniesta nə edəcəkdi? Xavi'nin o ötürmələri keçərli deyirlər. Xavi skan eləyir falan. Yəni skan eləmək, biri var sürətli skan eləmək. Məsələn, Kroos çox sürətli bu. Kroos başını qaldırdı, tak, opa, getdi. Amma Xavi məsəl üçün Xavi bilir ki, məsəl üçün Iniesta buradan qaçır, bir müdafiəçini apardı, ikin. Xavi'nin oyuna baxsın, Xavi dönür sağa, sola, baxır, izləyir. Zaten sonra möhtəşəm bir ötürmə verir. Amma bu vaxt aparır. Mənə maraqlı olardı məsəl üçün Xavi başqa sistemdə necə görsənərdi. Və eynisini burada Rodrigo daha sistem futbolçusudur. Mastantuno oynatdı. Amma Mastantuno hələ çox gəncdir, hələ pıxtələşməlidir. Amma belə baxırsan Mastantuno, Yaş doğru vermərsən o öz yaşını. Hə, vermərsən. O da 25 Lipadır qaqaş. Ha, doğrudan Lipa. Oxşayır Lipa. təzə pasport alıb. Qaqaş, doğrudan deyirəm sənə, çox belə seriozdur qaqaş, belə səviyyə zad elə bir şey. Və mən həmişə Rodrigo'nu ümumiyyətlə sol cinahda görmək istədim. Əvvəllər ancaq Real Madrid onu kubok oyunlarında buraxırdı sol cinahda. Və Rodrigo sol cinahda o Atletico Madriddə qol var ya, onu 3 nəfər belə keçir Rabona ilə belə vurur. Yəni Rodrigo'nu sol cinahda görmək istəyirəm. Buna görə Real oyunlarda çalışıram, baxım, ən azı icmallara baxım. Jude. Yəni çox əladır. Jude Bellingham sizcədir? Jude Bellingham prosta biraz pat. Jude Bellingham çox belə gənc liderdir. 4 dəfə də Jude Bellingham. Jude Bellinghamın adını bir 10 dəfə də deyə bilərəm burada. Bəs oyun olaraq həqiqətən sizə o təəssüratı vermədi ki, elə bil Ancelotti Real Madriddə oynayır. Xabi Alonso Real Madriddə Real oynayır. Madrid o deyə burada. Həmişə də. Yox, başa düşürəm. Delibosque Real Madrid, Ancelotti Real Madrid. Fərqi nədir? Okey, başa düşdüm. Amma Bığlarında. Xabi Alonso'nun gəliş məqsədi o idi ki, biz artıq başqa bir futbol Raul yoxdur Ancelotti. və Xabi Alonso zadni verdi. Hələ ki elə görünür. Bu Real çox çətin komandadır məşq. Bu Delibosque gedəndən sonra Real necə tənəzzülə getdi dərhal. Raul qalmışdı orada, ha? Raul qalmışdı o sasda. 9-a 10-da getdi. Raul qalmışdı. 11-də bəlkə. Yaxşı. Yəni söhbət ona gedir ki, hər komandanın DNK-sı var. Və Barselona Luboy məşqçi gəlir. İstər-istəməz o yapışır bu tiki-takaya. İstər-istəməz kim yapışmadı, gedir. Görsən hətta gəldi Flick. Alman futbolundan məşqçi gəldi, hansı ki maşın futbolu oynayırdı. Gəldi burada yenə də Pedri, zat Pedro. Toxuyurlar da. Çünki o DNK-nı sən komandadan çıxarda bilmərsən. Eyni götürsən gəlmirsən şeyin yanına, Vinicius falan, ora-bura, onların yanına gəlmirsən. Sən istər-istəməz onların egolarına bata bilmərsən. Ona görə deyirəm, əgər hansısa məşqçi, gənc məşqçi püxtələşmək istəyirsə, Real ən pis seçimdir onun üçün. O başqa bir komanda. Real bilsən kimlər üçündür? 60 yaşlı məşqçilər üçündür. Daylar. Və indi Jose Mourinho Real'a gəlsin. İsveçrə ölkəsidir. Və indi Jose Mourinho Real'a gəlsin, gör Real nə futbol oynayır burada. Mən zarafat eləmirəm. Gəlsin desin ki, Amma mən gülə bilərəm buna. müdafiəni görsün, müdafiəni qursun. Nə lazımdır? Mastantuno buradan qaçır, o buradan nə lazımdır Mourinho? Qaçsınlar. Vinicius'a bir dənə top verəcək, Vinicius yenə qızıl topa namizəd olacaq bura. Okey. Sizcə Xabi Alonso mövsümün ikinci hissəsində hansı addımları atmalıdır? Hansı dəyişiklikləri eləməlidir ki, La Ligada çempion ola bilsin Real Madrid? Heç nə bura. Versin oynasınlar. Bütün oyunu Arda Gülər üstündə qurmalıdır. Variant versin yox. oynasınlar. Bir dənə Arda Güləri salsın. Arda Gülər oynamalı. Arda Güler oynayır da. Yox, bir dənə o qalsın da. Mastantuno'dur, odur, budur, qalsınlar Zamendə. Qalan bütün Real sastavı. Yox, amma Vinicius, Rodrigo, Mbappé gəlir, hansı Mastantuno deyir. Əlbəttə ki, Vinicius deyir ki, mən oynamıram belə. Mastantuno kimdir belə? Kakoyta qamış. Hansı belə qamış yeyən gəlib,
Mən qamışı ondan tez yeyirdim də. Biz qamış yeyəndə o ondan belə əvvəl çıxmırdı. yeyirdim qamışı da mən də. Yəni mən zarafat eləmirəm amma bu fikirlər budur və mən onları heç qınamıram bura. Sən oynayırsan, biri var sən oynayırsan 10 ildir heç nə qazanmırsan. Ha bu yetimlər belə 7 ilə belə 4-5 dəfə Çempionlar Liqasını udublar. Hansısa belə gəlib Xabi Alonso mən dəyişirəm. Çıxa bilirsən deyirsən. Ay sağ ol. Seriyada səhv bilmirəmsə ikinci turda da daha yaxın olan turda müəyyən oyunlar təxirə düşüb. Milan son 5 oyununda 2 qələbə, bütün turnirlər daxil olmaqla. 2 qələbə, 1 bərabərlik, 2 məğlubiyyət alıb və məğlubiyyətlərin hər ikisi də səhv bilmirəmsə kubok oyunlarıdır. Lazio və Napoli. Və mətbuatda belə bir dezinformasiya da ola bilər ya da belə bir şayə də yayılmış ola bilər ki, Allegri bütün main fokusunu seriyaya vermək üçün kubok oyunlarından birinə vaz keçir. Mən razıyam. Buna qeyrətsə mən razıyam. Sassuolo'nun oyunda odanmadılar. Bəli, bərabərə qalmış. Orada düzdür, tərtəmiz qolunu Milana saymadılar və seriya hakimlər briqadası yenə çıxıb Milandan üzr istəyir. Yəni bu üzrün qavuşduğunda bizə 2 xal veriləcək yoxsa yox o ondan başqa da yəni əsas müdafiəçin də getdi. Ona görə də səndə əgər bu qədər kadr problemi varsa və sən hələ Super Kubok uğrunda gəlsən Səudi Ərəbistana, orada özünü cırt necə ki Napoli özünü zırır. Mən Bologna özünü zırır. Çünki onlara bu lazımdır. Çünki bunlarda Super Kubok, ümumiyyətlə Bologna çox lazımdır bu. Çünki onlara kubok azdır. Bologna udacaq da. Bologna heç yoxdur deyəsən Super Kubok. Milanla Interdə 8-də hərəsində ən çox yəni qazanan Juventus 9-dur, 8-8 Interlə Milandır. Napoli də 4-dür. Napoli ola bilsin ki, çox da belə özünü zırır. Mənim çox maraqlıdır ki, Napoli niyə özünü zırır? Yəni səndə çempionatda o qədər də yaxşı deyil və qardaşım Conte üçünsə həyatında birinci kubokunu qazanmaq istəyir. Çox kubok var. Yox, kubokdan söhbət gedir. Yəni mən istəyirəm ki, Milan barəsində deyirəm ki, mən heç təəssüflənmədim ki, uduzdu Milan. Çünki Super Kubok lazımsız bir Çempionlar keçən il udublar. Bəsdir. Özdə belə format lazımsızdı vəbsə. Hala basa-basa gəlirsən sən Səudi Ərəbistana. Top klubların fanatlarını söyləyirəm də mən də. Keçən rutlardan nə oldu? Basırlar gedir də. O lazım deyil, bu lazım deyil. Çempionat udmasalar deyəcək ki, çempionat udmadı Milan. Super Kubok udamadı ha. Kubok udamadıq. Bu məşqçi olmaq lazımdır. Yox. Azər klubun azarkeşi. Nə biz bilər biz nə çəkirik. Növbəti, yəni sonuncu sezon sonuncu çəkilişə proqnoz verdim mən burada. Sonra mən adımı Nə bana proqnoz yazırsan? Yox. Allegri çempion olmasa deyəcəksiniz ki, Super Kubok udamadı. Allegri çempion olmaq üçün Allegri yetim bu günləri, dünənləri yenə də deyib ki, mənə Moisekin adında adam lazımdır. Mənə bir dənə normal, düzdür. Fülkrug deyirlər, Fülkrug. Fülkrug alacaqlar o heç. Bir çıxıb deməli Samirə 3 otaqlı ev lazımdır bilə. Hamı özünü düşünür. Mənə bir dənə mıx zaştik lazımdır. Konya de Winter yox. Milan son oyunlarda Sassuolo'nu götürsək, Torino'da götürsək. Torino 2-0 udurdu. Milan comeback elədi, 3-2 utdu. Yəni komandan xarakter göstərdi. Sassuolo'da həmən söhbət. 1-0 udurdu, comeback elədi. Orada Ziya demişkən 2-1, 3-1 də olmalıydı. Mənasız bir epizodda atmin elədilər qolu. Yəni demək istəyirəm ki, komanda bu yəni resursla çox az oyunçu var. 22 adam var. Milan ümumiyyətlə, yəni İtaliya seriyasında zamenlərə görə axırıncı yerdədir. Yəni oyunda zaman az eləyir bu komanda çünki yoxdur heç kəs. Yəni 2 dənə qapıçıdır. David Moyes'un ən sevdiyi komandası ola bilər. Yəni amma Allegri'nin öz səhvidir o. Çünki demişdim mənə 22 oyunçu Polni bəsimdir. Özü Rabionu axırıncı moment aldı. Rabionu almasın. Ucundan sonra aldılar abi. Abi abırsı doğrudan o Allegri'də bu var. Var. Allegri getdi şeylə kontinent köməkçisi ilə dedik sənə var yoxu belə eləyim. Napoli deyir ki biz şiddətlə qınayırıq belə yanaşmanı zaten əmrində. 10 min avro verdi. Napoli sən, Varasko şəhərsən, blət. 10 min evro Allegri'nin zor elədim. Allah 20 bir dənə söylədi. Okey, belə bir sual bu. Allegri'nin Conte yanaşması deyək də, kuboklardan imtina Ligaya fokus. Çempion eləyəcək Milanı bu il. Başqa çıxış yolu yoxdur onun. Bax, belə deyim də. Mən prosta Interə başa düşmədim nə mənada. Oynayırsan 90 dəqiqə balonu ilə, özünü cırırsan, axırda penaltilərini uduzursan. Ya sən təyin elə də, sən istəyirsən bu kubok yoxsa yox. Əgər istəmirsənsə bütün liderləri çıxar. Allah sən Lautaro'nu çıxar, onu çıxardırsan, bunu çıxardırsan. Hamı oyundaydı. Hamı oyundaydı. Yox, başa düşürəm. Polonya'da yəni. Başa düşürəm. Amma Allegri-də belə şey eləsəydi, məsələn Leao'nu yaxşı ki çıxartmadı. Leao'nu çıxardı, Leo zədələnib, getdi. İndi tak Leo yoxdur da. Leo oynamadı Sassuolo ilə. Halbuki Sassuolo oynasaydı bəlkə Leo indi nəsə eləyərdi. Yəni demək istəyirəm ki, sən mənasız kuboklar uğrunda əgər səndə problem varsa, həyatda qıtlıq varsa, sən əsas oyunçuları çıxardırsan, orada zədələnirsə, sən özü bir 6 aylıq perspektivi də batıra bilərsən də. Ona görə də bu mənada məncə Allegri
Normal yəni. Amma yenə də bir hücumçu, bir müdafiəçi lazımdır. Yox, Uzandan 100%. sonra Çünki Milan'a da keçləri. Nkunku yoxdur. Yox kimidir. Nkunku ümumiyyətlə. Santiago Jimenez çox- yoxdur. Santiago Jimenez seçdi 2 aydan sonra gələcək. Yəni mütləq lazımdır 2 forvard ən azından. Zaşdaya lazımdır 2 nəfər minimum. Çünki De Winter Qarabağda bu dəqiqə o Samen Mayez adı var ya Qarabağda. Onun yanında bəlkə Zapasnoy olacaq da. Başa düşdün? Sergio Ramos boşdadır, yatıb qoysun. Sergio Ramos burada maaşı çoxdur da. Olsun da Yəni burada Thiago Silva Silva Batmani. Thiago Silva. Nə qədər maaş? Thiago Silva getdi Porto ilə Porto. mənə bağladı. Hara getdi Thiago Silva? Porto. Yox, deyənə görə Sergio Ramos nə qədər maaş alır Monterrey-də? Çoxdur mən Çox alır da. 6-7 milyon deyəsən. Oğlum, O da aşağı salmaq istəmir də öz maaşını da. Yox, Bu dəqiqə Meksika klubunun pullarından bu karteldən alırlar. Al-İttihaddır, Al-Əxli bu maaşı ona verər. Yox, verərək başa düşdüm. Meksika klublarına var, Beş pullarını Monterrey. qoş, normal pul var Kartel işləyir orada. ha. Junior niyə 10 ildir orada? Ala Jinyak işləyir. Jinyaka vəbşə orada Bir sənə Junior vardı Qarabağda. Noskiyə Qarabağda qoyur. 5 milyona Flamengo'dan aldı Pumas. Pumas. Ala Junior'a görə 5 milyon verir komanda. Görsən burada. Sən də Noskiyə də oynayırlar da burada. Hə. İlin son buraxılışı olduğu üçün həm də bizim liqada da biraz maraqlı söhbətlər Azarkeşlər var. indi belə gözü yaşlı. Bəli. Sabah hazırkeşləri yaxın oturun. Sabahın videosu bombaydı. Keçək Azərbaycan San liqasına. Siro'ya gəlin. Necə? İstəyirəm biraz mən çox detallı bilmirəm, sadəcə statistik və mövcud durum haqqında bilirəm. İstatistik Onun üçün məlumatlar. mikrofonu daha doğrusu Bəli, mikrofon sazı məndədir. ötürürəm Ələkbər abi Məndədir. istəyirəm. Həm Qarabağ Sabah oyunundan danışsın, həm liqadakı mövcud vəziyyətdən və mənim Ələkbər abiyə konkret olaraq sualım bundan ibarətdir. Səncə Qarabağın Azərbaycan liqasındakı bu uzun müddətli hegemoniyasına son qoya biləcək bir proyektdir, Sabah proyekti. Sırf bu mövsümdən söhbət getmir, total olaraq. 100%. Yəni illərlə bu Sabah proyekti deyə komanda ümumiyyətlə çox böyüyüb. Komanda kimi, yəni orada çalışan insanlar da artıq bu əsl belə deyim də, bu orada işləyən adamlar hamı professionaldır, hər tərəfli. Yəni götürsə adi məşqçidən düz marketinq şöbəsinə qədər də. Bu ümumiyyətlə Qarabağa belə rəqib lazımdır. Çünki Qarabağ daima tonusda qalmalıdır. Çünki sildi də. Neftçi də qayıdacaqlar axı Tomu. Neftçi hələ qayıdacaq. Yəni demək istəyirəm ki, Qarabağ indi məsələn fərqi deyək də, İmişli ilə oynayır. UNESCO gedir Chelsea-yə qarşı oynayır. Yəni əməlli başlı disbalansdır da. Hə, İmişli forever, hə. Yəni demək istəyirəm ki, Qarabağda belə bir çağırış lazımdır, challenge lazımdır ki, bu çempionatda onlar başa düşsünlər ki, hələ belə yəni gözü yumlu, heç kim uda bilməyəcəklər. Və hətta bilmirəm oyuna kim ki baxıbsa, əgər baxmısınızsa, Mən icmal baxdım. Sabah ümumiyyətlə süpürüb də Qarabağ. Yox idi Qarabağ. Qarabağda tam olaraq oynamadı da. Zaman çox var idi. Zaman çox var idi. Kim var idi? Leandro Andrade oradaydı, Zubir oradaydı, Elvin Cəfərquliyev oradaydı. Yəni normal sastav idi də. Amma da Qəbələ ilə çıxmışdılar. Qəbələ də sürürdü Qarabağ yerə. 2-1. Yo, mən oyuna baxdım, Qəbələ də zor oynayırdı. Hə, yəni deyəcəm nədir? Yəni demək istəyirəm ki, 1-0 ucur. Mən dedim ay da, vəsə da indi Qarabağ yəni də oynamır, bir dənə vurdu vəsə da. Sabah oturmuşdu konkret. Nə qədər Məmməd Mikelsdir, odur, budur. Yəni dəhşət idi. Çox yaxşı oynayırdı. Sonra Malda fəxr edir oldu ilə. Sonra doğrudan Maluda çox zor oyunçudur. 100% mən əminəm ki, Maluda da qol vurdu, ikinci qolu qələbə topunu. Maluda aydın məsələdir ki, bu icarəyə gəlib Lildən 100%-ə qalmayacaq Sabahda. Gedəcək Dalşi. Lildə də olmasa belə. Dünənə qayıdacaqdı. Lil olmasa da, hə. Malazes, krasavçı. Bir dənə verin də hədiyyə. Dedin oradan bir dənə mikro dolaqal soba. Bir dənə tuş. Hə, yəni demək istəyirəm ki, Flora Maludanın oğlu Arın Maluda çox gözəl oyunçudur və əsas Sabahın çox gözəl bir məşqçisi var. Yəni Valdas Dumbrauskas, ya bu məşqçini mən hardan tanıyıram? Çünki mən məsələn Litvalıdır. 2 il buna qabaq Qəbələ Amoniya, Kipr Amoniyası ilə düşmüşdü şeyə. Adı nədir? UEFA konferans liqasına. O vaxt oradaydı məşqçi. Buna qabaq Ludogoretsdə olmuşdu, Žalgirisdə olmuşdu. Yəni RFS-də olmuşdu Latviyada. Çempionatları gəzib və sonunda da şeydən gəlib. Macaristan çempionatından və hər çempionatda bəzilərindən çempion olub, bəzilərindən kuboku götürüb. Yəni titulları var. Bu məşqçidə əsl belə bir səncə sistem sevən məşqçidir də. Yəni hər oyunçunun bir öz şeyi var da, zadachası var da deyək də. Ona görə də bu adam çox yaxşı bir analitikdir həmçinin və fikir versəz öpürəm. Fikir versəz birinci hissə qutarandan sonra qutardı, fiti bastı.
Naxadu qaçır Razivalka. Buna bir dənə sual verib, həmişə fikir vermişik ki, siz yəni birinci sənin ki, titi basandan sonra sən qaçırsınız. O deyir ki, mən tez qaçmaq istəyirəm ki, bizim analitiklə danışım ki, analitik bizə desin ki... Tualet hardadır da? Sənə lazımdır tualet. Sənə lazımdır tualet. Yəni, mən baxmaq istəyirəm ki, bizim oyuncular harada daha yaxşı olmalıdırlar və rəqib hansı məsələn cinahda və yaxud da hansı zonada bizdən daha zəifdir də. Onu təhlil eləmək istəyirəm. Vaxt itirmək istəmirəm. Ona görə də qaçıram. Uşaqlar gəlinə kim həll edir? Ada tez budur Rigudov. Bu da gəldi, Verlindup da gəldi. Yəni maraqlı çempion oldu. Dombrovskis əvvəldən gəlib və indi mən baxıram ki, prosta bir moment var. Stabillik söhbəti də. Ola bilsin ki, sabaha biraz klas, biraz imkan verməyə bilər. Məsələn, Qarabağ okey utdular. Sabah məsələn İmişli ilə 1-1 oynasın, mən təəccüblənmərəm. Çünki hələ ki, Qarabağdakı kimi o klas yoxdur komandada. Keçə digər komandalara indi deyək də. Məsələn, Neftçi. Neftçiyə də Yuri Verlindup gəlib. Hansı ki, məsələn, Şerifdən qabaq da o Karpata da olub, Zarya Luganskda olub və Şerifdə də həmən o Real Madridi səfərdə otduğu vaxt Verlindup idi məşqçi. Amma Neftçi ilə Şerifi mən eyni qoymaq istəmirəm, çünki fərqli klublardır. Neftçidə bu dəqiqə yanaşma necədir? Məsələn, Verlindup birinci oyunda Neftçi heç-heçə oynamışdı öz meydanda 2-2 Sumqayıtla və Verlindup çox narazı idi oyunculardan. Çünki deyib ki, mən keçən klubda Krivbas idi onun axırıncı klubu. Krivbas da keçən üçlükdə idi Ukrayna çempionu. Deyib ki, ortalama mənim oyuncularım hərəsi aradası bir 13-15 min arası qaçıb da, hərəsi. Bizdə isə bu olub, nə bilim, 9 min, nəsə belə. Deyir ki, çox pisdir də bu. Yəni, oyuncular bir dənə fıtıq qoydu ki, yəni kim az qaçsa, mənə fərq eləmir. Sən abi bakarsan, sən Mahmudovsan, sən geçirsən Zapasan. Qapıcı da qaçsın belə. Hadi, hər bilə. Bir də gördük, qapıcı aradan o yerdək eləyir. Yəni, o konkret buna göstərir ki, mən istəyirəm ki, siz qaçasınız, özünüzü cırasınız, oynayasınız. Yəni, buna görə gəlmişim. Mən bura mırta gəlməmişim. O yaxşı məşğul. Yaxşıdır. Sonra, məsələn, indi axırıncı turda Kərvanla oynayırdılar. Kərvanla çətin oldu oyun. Yəni də 2-1-90 neçənci dəqiqədə Mahmudov vurdu penaltidən. Əsas vurdular da burada. Vurdular heç də. Amma oyun biraz o deyil də. Hələ də o deyil. Yəni sən əgər Kərvanla axırıncı yerdə gedən komandaya yəni gol buraxırsan və 93-cü dəqiqədə qələbə topunu vurursansa, deməli səndə nəsə işləmir. Və indi deyilənə görə indi mətbuatda belə bir söhbətdə eşidirəm ki, transferlər eləmək istəyir. Görə də indi bilmirəm. Amma ümidvaram ki, Neftçi növbəti yəni 2026-cı ildə daha belə deyim də rəqabət yarada biləcək bir komanda olacaq. Onu saxlasınlar da, Verlindup qalmalıdır da bura. Verlindup heç olmasa ən azı bir il sən vaxt verməsə komanda formalaşsın. Növbəti ildə Verlindup nəsə bu komanda formalaşdı, istədiyi oyun olsun. Okey, çempion olmasa da məncə 3-cü ildə Verlindup çempionluğu oynaya bilər. İndi qayıdaq Sabah məsələsinə, proyekt kimi sən deyirsənsə, Sabah son 5-6 il ərzində deyək, Qarabağ Sabahdan tək bu nəticəyə görə Qarabağ öndədir. Digər bütün məsələlərdə Sabah öndədir. Yəni bu akademiya işi, yəni azarkeşlərlə iş, marketinq işi, sosial şəbəkələrdə iş. Yəni Sabah hər il daha da böyüyür, daha da böyüyür. Sən nəsə verin də buna. Dünənə baxmır, nə bilim, Sabaha baxmırsan. Yəni demək istəyirəm ki, Sabah buna nə lazımdır? Buna lazımdır ki, biraz bu sistem həmişə işləsin. Yəni buna biraz yatırım verirlər. Bu yəni dayanmasın da. Çünki orada doğrudan öz işini sevən insanlar işləyir oradan. Bu davam eləsə, davamlı olaraq yəni bu komanda nəticələr versə, yəni çox böyük biz Azərbaycan futbolu üçün böyük bir şey qazanacağıq. Çünki məsələn indi Masazırda yerləşir onların stadionu. Masazırda azarkeşlərlə də iş aparırlar. Məsələn stadionu da qəşəng vəziyyətə gətiriblər. Yəni cəmaət, oradakı cəmaət, yəni istər-istəməz artıq futbolla maraqlanır. İşin içindədirlər. İşin içindədirlər. Sosial media baxımından Qarabağdan çox yaxşıdırlar. Çox. Bəli, o mən deyirəm, Qarabağın nəticələri, yəni çempionluqdur, Çempionlar Liqasıdır, Avropa Kuboku əlbəttə ki, nömrə 1-dir bu dəqiqə və Sabahdan çox öndədirlər. Amma digər bütün məsələlərdə Sabah bu dəqiqə çox yaxşı vəziyyətdədir və Qarabağdan daha yaxşıdır. Məsələn, Sabahın marketinqi Qarabağda olsaydı, indi Çempionlar Liqasında elədiyi Qarabağın elədiyi, yəni bütün dünya danışardı da. Son bir sual verməliyik bərabər, qısa bir cavab istəyirəm, onun da yekunlaşdıraq. Ondan əvvəl bir qeyd edeyim izləyicilər üçün. Yəni biz Sumqayıt Sabah oyunu haqqında danışa bilmirik, çünki biz çəkiş elədiyimizdən bir 10 dəqiqə sonra başlayacaq oyun. Hər iki komandaya uğurlar arzu edirəm. Mövsüm sonuna qədər səncə Sabah Qarabağla bu rəqabəti davam elətdirə biləcək?
mən dediyim kimi də sabah əsas o aşağı pillələrdə gedən komandalardan hal itirməməlidir. Bəli, o Karvan demişlidir deyə, yəni Şamaxıdır. Yəni orada yəni stabil oynasa, məncə davam olacaq da. Yəni bu mübarizənin davamı gedəcək dakansa. Okey. Çox sağ olun, ağzınıza sağlıq. Moderator müəllim, qapanışı elə buraxaq gedək. Nə qapanışı edim uşaqlar? Futbola baxın, futbolu sevin. Futboldan həzz alın. Haysa, futboldan həzz alın. Dünyanın ən bomba, İdmanları. ən zor, ən overrated. Ən overrated deyil. Bunun üçün deyir həmişə. Əlbəttə ki, Amerikan futbolundan gedir. Yo. Söhbət gedir əlbəttə ki, bizim sevdiyimiz sokkerdən. Amma zarafatsız bu söhbəti bir dəfə eləyək. Məncə futbol dünyanın ən overrated idman növüdür. Heç vaxt. Ana overrated golf. Sevin, sevilin. Sağ olun. Öpücüklər.